İnsanlar düşünürlər ki, boşanma ay pisdir, xaosdur, inkişaf deməkdir. Bəli, qadın hüquqları artdıqca boşanmaların sayı artmağa başladı. Bu da inkişafı göstərir əslində cəmiyyətdə, sivilizasiya. Bu günləri artıq insanlar necə deyirlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa. Bundan sonraki nəsil ki, hansı ki gələcək, artıq getdikcə ola bilər ki, evliliklərin sayı azalacaq və ola bilər ki, heç rəsmi evlilik belə olmayacaq. Bir yerdə yaşayacaqlar və çünki insanlar bezəcəklər artıq bu getdilər imza at. Bu da ehtiraslı danışığı ilə psixoloq olan Samira Bağırova. Boşanma inkişafdır. Sizə müraciət edən problemli ailələrə çıxış yolu kimi bunu təbliğ edirsiniz. Ailənizi dağıdın, inkişaf edin deyirsiniz. Qadınlara əri boşayın, gündə biri ilə yatın, yaşayın, partnyor olun deyirsiniz. Boşanma inkişaf yox, çarəsizlikdir. Boşanma bir ailənin faciəsidir. Boşanma uşaqların yetim qalması, ailəsinin dağılması, gələcəyinin məhv olmasıdır. Boşanma qadının başqa kişilər tərəfindən istismar olunmasına açılan qapıdır. Boşanma kişilərin tüfeyli məsuliyyətsiz, travmalı, nöqsanlarla dolu həyat yaşamasına başlanğıcdır.